Arkadaşlar, bu da otelin çöl hissəsidir. Baxın, belə bura çöl hissəsidir. Qorxuruq girməyə. İç tərəfi oradadır. Giriş tərəfdə. Yəni o tərəfdən belə dönürsən, giriş tərəf oradadır. Bu tərəfdə də dediyimiz kimi ayılar şey olmuşdu. O ən axırıncı, altdakı ən axırıncı qapıda şeydi də. Orada dediyi insan sümükləri falan iyi gəlir. Ha, vay. Oraydı da yəni. Baxın, burada da it ölüb. Baxın Biz ağzına. gələndə yox idi, bugün ölüb. Ağzına baxın, çox pis, gözü falan yoxdur da bildiyiniz. Yəni çox qorxulu bir yerdir, səhralıq kimi yerdir, amma o tərəfi niyə baxırsan? Hər nəysə, o tərəfi də dağlıq ərazi kimi bir yerdir. Biz ora yaxınlaşamırıq çünki it səsi gəldi. Baxın, hələ də gəlir. İndi isə gedəcəyik də. Həqiqi girəcəyik. Yox, gedəcəyik evə. Hə, arkadaşlar, indi necə deyim, bura satılır da, yəni satılır yazıblar. Amma isə heç kim almır çünki buranın necə deyim, lənətli falan, lənətli kimi bir şeydir də bura. Lənətli olduğuna görə heç kim buranı almır. Baxın, ərazisi belə pis gündədir, yəni. Bu qədər. Sağ olun. Amma içinə girməyi yenə istəyərdim həqiqətən. Mən girirəm. Girək 2 nəfər gəl. Arkadaşlar, itdən qorxuram. Anam dediği kimi ilanda dolar. Arkadaşlar, biz qorxuruq. Soyuq havada ilan olmur. Bəli. Sabah isə kuzenlərimizlə dalaşdığımıza görə sabah tövlədə bir gün